İnsan abırlı olanda, həyalı olanda o demək deyil ki, mən deməyə sözüm yoxdur, mənim danışmağa sözüm yoxdur. Mən çox yeri gələndə, bəzən olur ki, deməyə sözüm də var, yeri gələndə, necə deyim, haqsızlığı götürməyən insanam. Bilmirəm niyə belə cəmiyyətdəmi bizim bu sahədə çox qəribə bir rəftar edirlər ki, belə bilmirəm sözümü nə cür ifadə edəsəm olar. Yazıq kimi baxırlar adama. Onun başqa bir ifadəsi var, mən bunu efirdə. Bəzən də çox qəribə şəkildə belə çox təkəbbürlü, egoist kimi baxırlar. Deyirəm, mən kimə sözümü sübut eləmək üçün yaşamıram. Bəzən çox üstümə gələndə deyirəm, əlbəttə ki, mən özümdən razı olacam. Məni elə bir dərəcəyə həddə çatdırır, deyirəm, mən özümdən razı olacam. Bugün bir insan çıxıb deyə bilməz ki, zabitə kiminsə çörəyini bahis olub, kiminsə arxasınca iş çevirib. Yox, mən özüm pulsuz qalaram, çörəksiz qalaram. Mən kiməsə öz yerimə, necə deyim, göndərib, mən onun duası mənim üçün dünyalara dəyən bir şeydir. Bir də mən Allahdan qorxan insanam. Allahı hər şeydən çox sevən insanam.